Salam əziz izləyicilər. Bugünkü mövzumuz elektrik tutumu, kondensatorların ardıcıl və paralel birləşdirilməsi, kondensatorun enerjisi mövzusudur. İki naqilin elektrik yükü toplama xassəsini xarakteriz edən fiziki kəmiyyət elektrik tutumu adlanır. Elektrik yükünü toplayan qurğu kondensator adlanır. Kondensatorun ən sadə forması müstəvi kondensatordur. Kondensator aralarında dielektrik qatı olan iki naqildən ibarət sistemdir. Kondensatorun iki köynəyi mövcuddur. Bu qırmızı rəngdə göstərilmiş kondensatorun köynəkləridir. Köynəklərin sahələri bərabərdir. Hər birinin sahəsi S-dir. Kondensatorun köynəklərin biri müsbət Q olduqda, digəri mənfi Q qədər olur. Kondensatorun yükü dedikdə, köynəklərin birindəki yükün mütləq qiyməti nəzərdə tutulur. Məsələn, kondensatorun köynəklərin biri müsbət 10 kulondursa, digəri mənfi 10 kulondursa, o zaman kondensatorun yükü dedikdə biz yazacağıq Q bərabərdir müsbət 10 kulona. Burada gördüyünüz mavilər, bunlar birləşdirici naqillərdir. Birləşdirici naqillər. Kondensatorun köynəkləri arasında gördüyünüz bu sarı hissə dielektrik olur. Dielektrik nüfuzluğu da artıq bizə məlumdur ki, epsilon hərfi ilə işarə olunur. Və kondensatorun iki köynəyi arasındakı məsafə də D hərfi ilə işarə olunur. Kondensatorun tutumu S hərfi ilə işarə olunur. Kondensatorun tutumu dedikdə, onun köynəklərindəki birinin yükünün kondensatorun köynəkləri arasında olan gərginliyə nisbəti başa düşülür. Kondensatorun tutumu köynəklərdəki yüklərdən və köynəklər arasındakı potensiallar fərqindən asılı deyildir. Bəs kondensatorun tutumu nədən asılıdır? Kondensatorun tutumu epsilon 0S bölünsün D düsturu ilə təyin olunur. Buradakı epsilon mühitin dielektrik nüfuzluğudur. Epsilon 0 elektrik sabitidir. S köynəklərin sahəsidir. D isə köynəklər arasında olan məsafədir. Buradan görürük ki, S epsilondan və S-dən düz mütənasib asılıdır. D-dən isə tərs mütənasib asılıdır. Bayaq da qeyd etdiyim kimi, S nə Q-dən, nə də U-dan asılı olmayacaq. O zaman biz qrafik çəksək, S-nin Q-dən və U-dan asılı qrafikini çəksək, qrafikimiz bu qaydada olacaq. Əgər kondensatorun lövhələri arasında hava olarsa, o zaman elektrik tutumunun düsturu necə olur? Havanın dielektrik nüfuzluğu 1-ə bərabər olduğuna görə kondensatorun tutum düsturu olacaq epsilon 0 S bölünsün D. Kondensatorun sxemi dövrədə bu şəkildə göstərilir. Burada onun yükləri qeyd olunur. Lövhələr arasındakı məsafə, bunlar isə kondensatorun köynəkləridir. Tutumun vahidi faraddır. 1 farad qısaca olaraq 1 F şəklində yazılır. Bundan əlavə siz qarşılaşa bilərsiniz mikrofarad. 1 mikrofarad 10⁻6 farada bərabərdir. 1 nanofarad. 1 nanofarad 10⁻9 farada bərabərdir. 1 pikofarad. 1 pikofarad isə 10⁻12 farada bərabərdir. Gəlin indi faradı əsas vahidlərlə ifadə edək. Tutumun düsturu S bərabərdir Q bölünsün U-dur. Burada Q-nun vahidi kulondur. U-nun da vahidi voltdur. Keçən dərsdən bilirik ki, Fi bərabər idi potensial enerji bölünsün Q. Yəni, volt bərabərdir Joule bölünsün kulondur. Q-də bərabərdir I vurulsun T-dir. Yəni, kulon da bərabərdir amper vurulsun saniyədir. Onda biz bunları istifadə edək. Görək tutumun vahidi əsas vahidlərlə necə ifadə olunur. Yazırıq 1 farad bərabərdir. Q-nün yerinə yazırıq kulon. U-nun yerinə yazırıq Joule bölünsün kulon.
Kulon qalxacaq yuxarı. Kulonun kvadratı bölünsün joule. Kulonun açılışını incə yazdıq. Amper vurulsun saniyə. Kvadratı olduğuna görə olacaq amperin kvadratı vurulsun saniyənin kvadratı. Joule'un açılışı da Newton vurulsun metrdir. Bərabərdir. İndi Newtonu açırıq. Newtonun açılışı kilogram vurulsun metr bölünsün saniyə kvadratı. Bir dənə də metrimiz var burada. Onda olacaq amperin kvadratı vurulsun saniyənin kvadratı. Aşağıda isə saniyə üstü 4. Bu saniyə kvadratı yuxarı qalxacaq. Aşağıda isə olacaq kilogram vurulsun metrin kvadratına. Müstəvi kondensatorun lövhələri arasındakı gərginlik U bərabərdir 2 bölünsün S olacaq. Burada Q'nü saxlayırıq. S-ni yerdə yazırıq. Epsilon 0S bölünsün D. D qalxır yuxarı. İntensivliyin düsturu isə E bərabərdir U bölünsün D idi. Yəni biz U'nun düsturunu bir dənə D-yə ixtisar eləyəcəyik. Olacaq 2 bölünsün epsilon 0 S. Kondensatorun ardıcıl birləşməsi. Ardıcıl birləşmədə yük sabit qalır. Q bərabərdir konstant. Yəni yük buradan hərəkət zamanı gəlib hər bir kondensatordan keçir. Birinci kondensatordan keçən yük də Q'dur. İkincidən də keçən yük Q'dur. Üçüncüdən keçən də Q'dur. Yəni Q paylanmır bunların arasında. Hamısından keçən Q'lər bir-birinə bərabərdir. Q konstantdırsa, birinci kondensatorun lövhələri arasındakı gərginliyə biz U1 deyək. İkinci kondensatorun lövhələri arasındakı gərginliyə U2 deyək. Üçüncü kondensatorun lövhələri arasındakı gərginliyə də U3 deyək. O zaman ümumi gərginlik U bərabər olacaq. U1 üstə gəlinsin U2 üstə gəlinsin U3 olacaqdır. S-nin düsturu nə idi? S bərabər idi Q bölünsün U-dur. Əgər Q konstantdırsa, onda S U-dan necə asılı olacaq? Tərs mütənasib asılı olacaq. Onda S-nin qiymətini tapanda ardıcıl birləşmə zamanı yazırıq 1 bölünsün S bərabərdir. 1 bölünsün S1 üstə gəlsin 1 bölünsün S2 üstə gəlsin 1 bölünsün S3. İndi bizdə 3 dənə kondensator var. Əgər kondensatorların sayı çox olsa, neçə dənə olur olsun? Sn olacaqdır. İndi uşaqlar 2 kondensator çəkirəm bura. Birinin tutumu S1, birinin tutumu S2. Onda 1 bölünsün S nəyə bərabər olur? 1 bölünsün S1 bölünsün 1 bölünsün S2. Ortaq məxrəc tapanda S1, S2, buna düşür S2, buna da düşür S1. S1 üstə gəlsin S2. Burada yazaq ardıcıl. Onda ardıcıl birləşmədə 2 kondensator olanda tutumu necə tapacağıq? S1, S2, S1 üstə gəlsin S2 olacaqdır. Əgər hər ikisinin tutumu bərabər olsa, 2 dənə kondensator götürsək, və yaxud 3 dənə, və yaxud 5 dənə, fərqi yoxdur. O zaman ümumi tutumu tapanda biz kondensatorların birinin tutumunu onların sayına böləcəyik. Məsələn, burada 2 dənədirsə, yazacağıq S bölünsün 2. Gəlin bunu bir nümunə üzərində də işləyək. 2 kondensator verilib bizə. Birincinin tutumu 6 mikrofaraddır, ikincinin tutumu 4 mikrofaraddır. İlk növbədə dövrənin ümumi tutumunu tapaq. S ardıcıl bərabərdir. S1, S2, S1 üstə gəlinsin S2. 4 vurulsun 6, 4 üstə gəlinsin 6. Bu da bizə verəcək 2,4 mikrofarad. Mikronu çevirmədik. Mənbənin A və B nöqtələri arasındakı gərginlik 20 voltdur. Buradakı gərginlik U1-dir, buradakı gərginlik U2-dir. U bərabərdir. U1 üstə gəlinsin U2 olacaqdır. Bunu saxlayaq hələ ki yadımızda. İndi biz yükü tapaq. 3 yazaq bura. Q bərabərdir. S vurulsun U-dur. S-nin qiyməti 2,4 mikrofaraddır. Onun da qiyməti 20-dir. Eləyəcək 48 mikrokulon.
S1-dən keçən yük 48 mikrokulondursa, elə S2-dən keçən yükdə nə qədər olacaq? 48 mikrokulon olacaq. Onda biz buradan U1-i tapa bilərik də. U1-i tapmaq üçün Q-nü bölərik S1-ə. U2-ni tapmaq üçün Q-nü bölərik S2. U1-i tapaq. Q-nün qiyməti 48-dir. S1-imiz də 6-dır. Olacaq 8 mikrovolta. Bu onda 8-dirsə, U2-nin qiyməti 12 eləməlidir. Bax, indi özünüz də görəcəksiniz. 48-i 4-ə böləndə 12 eləyəcəksiniz. Çünki bunların ikisinin cəmi bizə nəyə verməlidir? Ümumi gərginliyi verməlidir. İndi isə gəlin kondensatorların paralel birləşməsinə baxaq. Tutaq ki, tutumu S1 olan bir kondensatoru birləşdirmişik tutumu S2 olan bir kondensatora paralel şəkildə. Baxın, bu paralel birləşmədir. Yenə də mənbənin qütblərini A və B ilə işarə edə bilərik. Bura olur müsbət, bura olur mənfi. O cümlədən bu tərəflər olur müsbət. Bu tərəflər olur mənfi. Paralel birləşmədə buradan gələn yük gəlir. Bu kondensatorların arasında paylanır. Yükün düsturu nədir? S vurulsun U-dur. Paralel birləşmədə U konstant olur. Yəni, buradakı gərginlik nə qədərdirsə, buradakı gərginlik də həmin qədər olur. Gərginlik konstantdırsa, onda Q-S'dən necə asılı olacaq? Düz mütənasib asılı olacaq. Buradan gələn Q paylanacaq. Buna düşəcək Q1, buna düşəcək Q2. Q bərabər olacaq. Q1 üstə gəlinsin Q2. Kimə çox yük düşəcək? Kimin tutumu daha çoxdursa, hansı kondensator daha çox yük toplaya bilirsə, onun da yükü daha çox olacaqdır. S-ləri tapanda isə S bərabərdir. S1 üstə gəlsin S2. Biz 2 kondensator çəkmişik. İndi burada 5 dənə kondensator olsa, onda 5 dənəsini toplayırıq. Ona görə ümumi yazaq S. Əgər kondensatorların ikisinin də tutumu S olarsa, məsələn, bu da S-dir, bu da S-dirsə, onda biz ümumi tutumu tapanda yazırıq. S paralel bərabərdir. S vurulsun N. Gəlin, indi buna aid bir nümunəyə baxaq. İndi uşaqlar, bu şəkildə ilk növbədə birinci tutumu tapaq. Tutumu tapanda yazırıq S paralel bərabərdir. S1 üstə gəlinsin S2. Yəni 6 mikrofarad üstə gələk 4 mikrofarad bərabərdir 10 mikrofarada. A və B nöqtələri arasındakı gərginlik 20 voltdur. Yəni gəlin S1-in gərginliyini, bir də S2-nin gərginliyini aydınlaşdıraq. Deməli, uşaqlar, naqilin üzəri ilə gedirik. Buranı A hərfi ilə işarə eləmişəm. Gəlirəm, burada olur A hərfi. Yenə də gəlirəm, burada olur A hərfi. Burada olur A hərfi. B-nin üzəri ilə gəlirəm. Baxın, bura olur B hərfi. Bura olur B hərfi. Fikir verirsinizsə, A ilə B-nin arasında gərginlik 20 voltdur. S1 kondensatoru da A ilə B-nin arasında qalıb. S2 kondensatoru da A ilə B-nin arasında qalıb. Deməli, onların da hər birinin gərginliyi nə qədər olacaq? Elə 20 volta bərabər olacaq. İkinci sual yazırıq. U1 bərabərdir U2-yə. O da bərabərdir U-ya. O da olacaq 20 volta. İndi mənbənin ümumi yükünü təyin edək. Q bərabərdir SU düsturuna əsasən. S-miz 20 voltdur. U-muz da 10 mikrofaraddır. Çevirmirəm hələ ki bunu. Cavabı da mikrokulona yazaq. Olacaq 200 mikrokulon. Yəni, baxın, bu müsbət A nöqtəsindən çıxıb gələn yük nə qədərdir? 200 mikrokulondur. İndi gəlin görək S1-ə nə qədər yük düşəcək? S2-yə nə qədər yük düşəcək? S1-də olan yükü tapmaq üçün biz nə etməliyik? Q1 bərabərdir. Olacaq S1 vurulsun
u'ya. Yəni 6 vurulsun 20 bərabərdir 120 mikro, burada bir dənə də Q yazmalıyıq, mikrokulon. 2-2-dəki yükü tapsaq, ümumi yükdən 200-dən də 120-ni çıxırıq, qalır 80 mikrokulon və yaxud da yazırıq ki, S2 u'ya, S2'miz də 4'dür, u'muz da 20'dir. Bu da bizə verəcək 80 mikrokulon. Gördüyünüz kimi ümumi yükümüz nəyə bərabər olur? Q1 üstə gəlinsin, Q2'nin cəminə bərabər olur. Yəni 120 ilə 80'i toplayırsınız, sizə nə verir? 200 mikrokulon verir. İndi uşaqlar belə bir dövrəyə baxaq. Dövrədə həm paralel birləşmə var, həm də ardıcıl birləşmə var. Hissə-hissə işləyək. İlk növbədə baxın bu hissəni işləyirik. İki naqil bir-birinə paraleldir. Paraleldirsə ümumi tutumu tapanda S ilə S-ni toplayırıq. Bura bizə verir 2S. Sonra 2S ilə S də bir-birinə nədir? Ardıcıldır. 2S ilə S ardıcıldırsa onda yazırıq S ardıcıl bərabərdir 2S vuraq S, 2S üstə gələk S. Bu da bizə verəcək 3-2S. Dövrəni sadələşdirsək, baxın, bura oldu 2S, bura oldu S, aşağıda da bir nəyimiz var? Yenə də S'miz var. Biz indi bunların ikisini tapdıq. Bizə verdi nə? 3-2S. İndi uşaqlar 3-2S ilə də S bir-birinə paralel birləşir. Paralel birləşəndə toplayırıq. 3-2S ilə S-ni toplayırıq. Bu da bizə verir 3-5S. Yəni dövrənin ümumi tutumu nə qədər olacaq? 3-5S qədər olacaqdır. Kondensatorun enerjisi. Kondensatorun enerjisi V hərfi ilə işarə olunur. V bərabərdir QU bölünsün 2. Az öncə öyrəndik ki, Q bərabərdir S vurulsun U'dur. Gətirib bu ifadəni Q'nun yerinə yazsaq, olar SU vurulsun U bölünsün 2 və SU kvadratı bölünsün 2 düsturlu almış olarıq. Digər tərəfdən isə U bərabərdir Q bölünsün S'dir. Bu düsturda Q bölünsün S'ni nəzərə aldıqda olacaq Q kvadratı bölünsün 2S. Onda kondensatorun enerjisinin 3 düsturu oldu. Birinci düstur, ikinci düstur və üçüncü düstur. Elektrik sahəsinin enerji sıxlığı V hərfi ilə işarə olunur. W deyək buna. V bərabərdir. V də deyə bilərik, W da deyə bilərik. Vahid həcmə düşən enerjidir. Vahidini çıxarsaq, enerjinin vahidi jouldur, həcmin də vahidi metr kubudur. Eyni zamanda enerji sıxlığının epsilon 0 y kvadratı bölünsün 2 düsturu da var. Epsilon burada da elektrik nüfuzluğudur. Epsilon 0 elektrik sabitidir. E isə elektrik sahəsinin intensivliyidir. İndi uşaqlar, gəlin sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatora baxaq. Yazaq sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensator. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun gərginliyi konstant olacaq və bu gərginliyin qrafiki nə çönəklər arasındakı məsafədən, nə çönəklərin sahəsindən asılı olmayacaq. Yəni U'nun çönəklərin sahəsindən və U'nun çönəklər arasındakı məsafədən asılı qrafiki baxın bu formada olacaqdır. İndi uşaqlar, Q bərabərdir S vurulsun U'dur. U konstantdırsa, onda Q S'dən asılıdır. Həm də S-nin asılı olduğu kəmiyyətlərdən asılıdır. Biz S-nin yerinə yazacağıq epsilon 0S bölünsün D vurulsun U. U konstantdır. Onda Q S-dən necə asılı olacaq uşaqlar? Q S-dən, bir də Q D-dən. Q S-dən yuxarıdadır da S. Düz mütənasib asılı olacaq. D isə məxrəzdədir. D-dən tərs mütənasib asılı olacaqdır.
Sonra elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi U bölünsün D-dir. Baxırıq ki, yenə də U konstantdır. Onda intensivlik məsafədən necə asılı olacaq? İntensivliyi məsafədən asılı qrafiki məxrəcdə olduğuna görə tərs mütənasib asılı olacaqdır. Amma biz S-dən asılılığı çəksək, S-dən asılı olmayacaq. Düsturda görürsünüz, S yoxdur heç. Sonra gəlirik elektrik sahəsinin enerjisinə. Elektrik sahəsinin enerjisi üçün biz 3 dənə düstur yazdıq. Yazdıq ki, V bərabərdir Q bölə 2, Q kvadratı bölünsün 2C və CU kvadratı bölünsün 2. İndi biz baxırıq ki, U konstantdır. Onda biz düsturların hansını seçməliyik? Baxın, CU kvadratı bölünsün 2-ni seçirik. Yazırıq. V bərabərdir CU-nun kvadratı bölünsün 2. C-nin yerinə yenə də epsilon, epsilon 0, S bölünsün D. Aşağıda 2'miz də var, vurulsun U-nun kvadratı. Onda uşaqlar, enerji S-dən necə asılı olacaq, D-dən necə asılı olacaq? Mən yazınca siz də fikirləşin. S-dən sürətli olduğuna görə düz mütənasib, D-dən isə tərs mütənasib asılı olacaqdır. Sonra gəlirik enerji sıxlığına. Enerji sıxlığının düsturu nə idi? Epsilon, epsilon 0, E-nin kvadratı bölünsün 2 idi. Onda uşaqlar, biz E üçün nə düstur yazmışıq? Baxın bura, U bölünsün D yazmışıq. Gətirək bu ifadəni qoyaq burada yerinə. Epsilon, epsilon 0, E-nin yerinə U kvadratı bölünsün D kvadratı qoyuruq. Məxrəcdə də bir dənə 2'miz var. Əgər U sabitdirsə, onda epsilon D-dən necə asılı olacaq? Tərs asılı olacaq. Məxrəcdə olanda siz onun kvadratına, kubuna, kök altına baxmırsınız qrafik çəkəndə. Məxrəcdə isə tərs mütənasib asılıdır. S isə düsturda olmadığına görə S-dən asılı olmayacaq. D-dən tərs, S-dən isə asılı olmayacaqdır. İndi yükləndikdən sonra mənbədən ayrılmış müstəvi kondensatora baxaq. Yüklənir, sonra mənbədən ayrılır. Yükləndikdən sonra mənbədən ayrılıbsa, deməli Q bərabərdir, konstant olacaq. Yəni biz Q-nün S-dən və D-dən asılı qrafiklərini çəkəndə konstant olduğu üçün qrafik bu formada olacaq. Daha sonra keçirik U-ya. U bərabərdir Q bölünsün C-dir. Q qalır, C-ni yerdə yazırıq epsilon, epsilon 0, S, D də qalxır yuxarı. Buradan nə görürük? U D-dən necə asılı olacaq? U S-dən necə asılı olacaq? D-dən düz mütənasib, S-dən də tərs mütənasib asılı olacaq. Sonra keçirik intensivliyə. İntensivliyin düsturu nə idi? U bölünsün D idi. Onun da ifadəsini necə aldıq uşaqlar? İxtisar eləyəndə D-yə düstur bu formada olur. Q, epsilon, epsilon 0, S şəklində. Onda intensivliyin S-dən və intensivliyin D-dən asılı qrafiklərini çəkək. S məxrəcdədir. Tərs mütənasib asılı olacaq. D isə düsturda yoxdur. Asılı olmayacaqdır. Daha sonra elektrik sahəsinin enerjisi, yəni kondensatorun enerjisi. Burada uşaqlar Q konstant olduğuna görə Q kvadratı bölünsün 2C düsturunu seçirik. Q kvadratı qalır yerində. C-nin yerinə yazırıq epsilon, epsilon 0, S. D də qalxır yuxarı. Onda enerji D-dən necə asılı olacaq və S-dən necə asılı olacaq? D sürətdədir, uşaqlar düz mütənasib asılı olacaq. S isə məxrəcdədir, tərs mütənasib asılı olacaq. Enerji sıxlığına baxaq. Enerji sıxlığı da epsilon, epsilon 0, Y kvadratı bölünsün 2 idi. Biz baxın,
Gətirib bu E-nin bu qiymətini, düsturunu burada nəzərə alaq. Onda olacaq epsilon, epsilon 0 ikimiz qalsın. Bunun yerinə qoyaq Q-nün kvadratı, aşağıda epsilonun kvadratı, epsilon 0-ın kvadratı və S-in kvadratı. Buradan epsilon, epsilon 0-ların biri ixtisar gedər və düstur bu şəkildə qalar. Q-nün kvadratı bölünsün 2 epsilon, epsilon 0, S-in kvadratı. Q də uşaqlar gördüyünüz kimi konstantdır. Q konstantdırsa, onda enerji sıxlığı köynəklərin sahəsində necə asılı olacaq? Və köynəklər arasındakı məsafədən necə asılı olacaq? Köynəklərin sahəsi məxrəcdə olduğuna görə tərs mütənasib, köynəklərin arasındakı məsafə isə düsturda yoxdur, asılı olmayacaqdır. Mövzumuz bu qədərdir uşaqlar. Baxdıqdan sonra bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.